Hər vaxtınız xeyir. Bu gün sizlərlə birlikdə məhlullardan belə bir sualın izahına baxacağıq. Deməli, K həll olma mindir. K həll olma mindirsə, həmişə yaddan çıxarmırıq ki, K həll olma elə maddəmə bərabərdir, yəni minə bərabərdir. Suyum onsuz həmişə sabitdir. K həll olma deyəndə min götürməliyik. Yəni K həll olma nə qədərdirsə, o qədər duzum var, yəni maddəm var. Suyum isə sabitdir, mindir. İndi ümumi məhlulum nə qədər oldu? 2000 məhlul oldu. Düzdür, oldu 2000. 2000-in içərisində nə qədər duz oldu? Dedim ki, 1000 oldu. Yazdım 2000-ə 1000. Bəs 40 qram doymuş məhlul verib. 40 qramda nə qədər duz var? Bilmirəm, 1x. Buradan ixtisarlarımı aparsam, x-i tapacam nə qədər? Yəni 2x bərabərdir 40-a, x də bərabərdir 20-yə. Artıq tapdım ki, mənim maddəm 20-dir. Yəni 40 qram məhlulda 20 qram maddəm var, 20 qram da suyum var. İndi 10%li məhlul deyir. Omega bərabərdir maddə bölünsün məhlul vurulsun 100%. Düsturundan istifadə etməklə deməli tapacam. Deməli omegamı verib 10 bərabərdir. Omeganı verib 10. Maddəm nə qədər idi? Dedim 20-si maddəyə düşdü, 20-si suya. 20. Məhlulum ümumi nə qədər olmuşdu? 40-dır. Çünki onsuz da 40 qram doymuş məhlul verib və x qramda su əlavə edir. Yəni üzərinə gəlir x vurulsun 100-ə. Və buradan da biz x-i tapırıq. Yəni x-i tapanda da deməli buradan ixtisar aparsam elə 10, onu 20-yə vuranda 200. Yəni 40 plus x, yəni x plus 40 bərabərdir 200-ə. Buradan da x də bərabərdir 160-a. Deməli cavab olacaq 160.